Ha, ne desən Miran bala? Baba, o düzdür ki, göydə ulduzlar savaşır. Ulduzlar? Ha, ulduzlar elə həmişə savaşır. Hansı ulduzlar? Göydəki ulduzlar deyirəm. Ha, göydəki ulduzlar deyirsən. Ha, göydəki ulduzlar. Ha, günlərin bir günü göydəki ulduzlar savaşırdı. Mindim rakete, qalxdım göyün üzünə. Gördüm bunlar savaşır. Ha, yaxınlaşdım dedim, ha, niyə savaşırsınız, nə olub, nə əskiniz var, nədir bu bölüşə bilmədiyiniz? Ha, sonra Bəs raketə də getdi. raket, ha, qayıtdım, bulutların üstü ilə gəzə-gəzə gəldim raketi, ora baxdım, bura baxdım, raketi tapa bilmədim. Kör peşman paraşütü açdım, düşdüm yerə. Baba, mən tapmışım, bu raketdir. Ha? Baba, sən Hitler görmüsən? Ha, mən məzdəvəm, əlbəttə görmüşəm Hitleri. Heç yadımdan çıxmaz, günlərin bir günü Hitlerlə oturub nərd oynayırdı. Elə bu zaman göydən nəhəng bir raket keçdi. Təzəcə Hitlerə mat vermişdim ki, Sonra nə oldu? sonra... Göydə uçağıma düşdü, hə baba? Günlərin bir günü Miran bala, Məlik Məmməd meşənin ortası ilə gedirmiş. Məlik Məmməd az gedir, çox gedir, çox gedir, az gedir, gedir. Nə görsə yaxşıdır. Nə? Yekə bir dənə əjdaha. Məlik Məmməd əjdahanı görən kimi Nə Məlik Məmməd, nə daha? Nə danırsan baba? Xaricdə adamlar robotla danışır. Sən elə oradasan? Ha? Hə. Gəl baba, gəl. Mənə danışdığın nağıllarının da əvəzini çıxıb, gəl sən də bax. Ha, Miran bala, ha, burada nə yapırsan? Baba, dostum gülə gəlmişəm. Əlim zvonoku çatmır. Alın zıvaka çatmır. Ha, bu da bana ali çatır zıvaka, bu da gör da. Ha. Ha, mən balar. Baba, qaçaq oradan indi çıxacaq. Ne? Çık şurada oradan. Ay, seni balaca daladı. Evet, çok geldi.